Salam, bugün sizə seleksiya mövzusunun test tapşırıqlarının izahını verəcəm. Birinci sualla başlayaq. Kartof bitkisinin vətəni. Kartof ilk dəfə olaraq yabanı halda Çili və Peruda rast gəlinmişdir. Yəni olacaq D variantı. Qarpızın vətəni hansı mərkəzdir? Qarpızın vətəni Həbəşistan mərkəzidir. Balqabağın vətəni hansı mərkəzdir? Balqabağın vətəni mərkəzi Amerika mərkəzidir. Üzümün vətəni hansı mərkəzdir? Cənubi Qərbi Asiya mərkəzi olacaq Y variantı. Tütünün vətəni hansı mərkəzdir? Tütün isə Mərkəzi Amerika mərkəzinə aiddir. Düyünün vətəni hansı mərkəzdir? Düyünün vətəni Cənubi Asiya tropikdir, 33%-dir. Ən böyük mənşə mərkəzi Cənubi Asiya tropik mərkəzidir. Yer fındığının vətəni hansı mərkəzdir? Yer fındığının vətəni isə Cənubi Amerika mərkəzidir. Heyvanlarda əlamətlərin möhkəmləndirilməsi məqsədi ilə aparılan yaxın qohum çarpazlaşma adlandırılır. Inbreeding adlandırılır. Bitkilərdə isə öz-özünə tozlanmadır. Heyvanın xarici bədən quruluşu, bədən hissələrinin nisbəti bütün zahiri əlamətlərinin cəmini xarakterizə edən termini göstərir. Bu termin eksteryer termini adlanır. Arxameninos qoyun cinsini almışdır. Arxameninos qoyun cinsini alan Lusis və Butarindir. Yəni olacaq B variantı. 11-ci sual. Mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzlərindən yemişin vətənidir. Yemişin vətəni Cənubi Qərbi Asiya mərkəzidir. Mədəni bitkilərin müxtəlif və mənşə mərkəzlərinə hansı qarğıdalının vətənidir? Qarğıdalının vətəni isə Mərkəzi Amerika mərkəzidir. Təbiətdə poliploid növlərinə daha çox rast gəlinir. Ümumiyyətlə poliploidliyi biz bitkilərə tətbiq edirik. Bitki də burada buğda göstərilmişdir. Qalanları heyvandır və insandır. Heyvanlarda isə çox nadirən poliploidliyə rast gəlirik. Tritikale buğdanın buğdayla çovdarın hibridi tritikale adlanır. Yəni çovdarla buğdanın hibrididir. Tritikalenin meyvəsi. Tritikalenin meyvəsi aiddir dən meyvəyə. Mikroorqanizmlərin seleksiyası zamanı alınan orqanizmlərin cəmi nə adlanır? Mikroorqanizmlərin seleksiyası nəticəsində ştamlar alınır. Birhüceyrli orqanizmlərin seleksiyası zamanı alınan orqanizmlərin cəmi yenə ştam adlanır. Zeytunun vətəni. Zeytunun vətəni Aralıq dənizi mərkəzidir. Kakao bitkisinin vətəni. Kakaonun mərkəzi isə Mərkəzi Amerika mərkəzidir. Mədəni bitkilərin müxtəlif mənşə mərkəzləri haqqında təlimi yaradan Vavilovdur. 7 mənşə mərkəzini yaradıb. Əksər hallarda genetik bir cinsli materialın alınmasını təmin etməz. Təmin etməz deyirsə, bu deməli olacaq kütləvi seçmə. Əgər təmin edər deyərdisə, fərdi seçmə götürərdik. Fərdi seçmə öz-özünə tozlanan bitki və heyvanlarda aparılır. Kütləvi seçmə isə deməli çarpaz tozlanan bitkilərdə aparılır və kütləvi seçmə nəticəsində heterozigot genotipli fərdlərin sayı artır. Baxırıq 22-ci suala. Əksər halda genetik bir cinsli materialın alınmasını təmin edir. Bu isə tam əksi, yəni fərdi seçmədir. Fərdi seçmə öz-özünə tozlanan bitki və heyvanlarda tətbiq olunur və homozigot genotipli fərdlərin sayı artır. Barbara McClintock'un ilk dəfə xromosom xəritəsini tərtib etdiyi bitkinin seleksiyası ilə məşğul olan Azərbaycan alimi. Əgər Azərbaycan alimi deyirsə, burada olacaq Quliyev. Mədəni bitkilərin təxminən 11%-nin, o cümlədən bir çox yem və tərəvəz bitkilərinin vətəni sayılan bir neçə qədim sivilizasiya ocaqları yerləşən mərkəz. 11%, biz faizləri əzbər bilməliyik. 11% Aralıq dəniz mərkəzidir, yəni olacaq A variantı. Mədəni bitkilərin 4%-ə yaxın. Ən kiçik mərkəzimiz Həbəşistan mərkəzidir və 4%-dir, yəni olacaq B variantı. Məlum olan mədəni bitkilərin 33%-ə yaxınını özündə birləşdirən. Ümumiyyətlə 33% ən yüksək faizimizdir. O da Cənubi Asiya tropik mərkəzidir. Yəni mənşə mərkəzlərinin ən böyüyü Cənubi Asiya tropik mərkəzidir və 33% bitkini özündə birləşdirir. Hansıların yaradılması və yaxşılaşdırılması seleksiyanın vəzifələrinə aiddir? Hansıların yaradılması və yaxşılaşdırılması deməli seleksiya nəticəsində bitki sortu, heyvan cinsi və mikroorqanizm ştamı alınır. Yəni olacaq Y variantı ştam, cins və sort. 28-ə baxaq. Heyvan cinsi və ya bitki sortu nədir? Dəstəkdə verilən cümlə heyvan cinsi və ya bitki sortu insan tərəfindən suni sürətdə yaradılan, müəyyən irsi xüsusiyyətlərə malik olan, məhsuldarlığı morfoloji və fizioloji əlamətləri ilə səciyyələnən fərdlərin cəmidir. Yəni olacaq B variantı.
Hansı mühakimə yanlışdır? Seleksiyanın əsas metodları hibridləşmə və seçmədir, bu düzdür. Seleksiyada uzaq hibridləşmə adətən alınan hibridlərin həyat fəaliyyətinə aşağı düşməsinə səbəb olur. Elə yanlış olan variant budur. Aşağı düşməsinə yox, yüksək olmasına səbəb olacaq. Genetik cəhətdən yaxın olan növlər və ya cinslər oxşar risk dəyişkənlik sırası ilə xarakterizə olunur. Bu homoloji sıralar qanunudur və bu qanunu kəşf edən də Vavilovdur. Vavilov tərəfindən risk dəyişkənlikdə homoloji sıralar qanunu C variantı. Bitkilərin müxtəlifliyinin təqribən 1/5-ni özündə birləşdirən 1/5 20% deməkdir və 20% olan mərkəzimiz də Şərqi Asiya mərkəzidir. Mədəni bitkilərin müxtəlifli və mənşə mərkəzlərindən növ sayına görə ən zəngini 33% olan Cənubi Asiya tropik mərkəzdir. Üzümün mənşə mərkəzi Cənubi-Qərbi Asiya mərkəzidir. Çuğundurun mənşə mərkəzi Çuğundur Aralıq dənizidir. Mənşə mərkəzi Aralıq dənizi 11% təşkil edir. Gavalının mənşə mərkəzi isə Şərqi Asiya mərkəzidir. Şərqi Asiya isə 20% təşkil edir. Faizləri və mənşə mərkəzlərini əzbər bilməliyik bu test tapşırıqlarını icra etmək üçün. 36. Mərkəzi Amerika taxıllar fəsiləsindən olan hansı bitkinin mənşə və müxtəliflik mərkəzidir? Baxın, taxıllar fəsiləsini bizdən soruşur. Burada Mərkəzi Amerika mərkəzinə aid olan taxıl bitkisi də qarğıdalı olacaq. Aralıq dənizi mərkəzi zambaqlar fəsiləsindən olan hansı bitkinin mənşə və müxtəliflik mərkəzidir? Zambaqlar fəsilləsinə aid olan soğandır və soğan da elə Aralıq dənizi mərkəzində bitir. Hansı xaç çiçəkli bitkilərin vətəni Aralıq dənizi mərkəzi hesab oluna bilər? Xaç çiçəklini bizdən soruşur. Həm də Aralıq dənizinin mərkəzi olsun hesab. Tuf və kələm. Elə uyğun cavabımız olacaq A variantı. Tuf və kələm hər ikisi xaç çiçəklidir və mənşə mərkəzi də Aralıq dəniz hesab olunur. Vavilovun homoloji sıralar qanunu payızlıq və yazlıq buğda sortlarına tətbiq etmək olarmı? Bəli, olacaq. Çünki onlar genetik cəhətdən bir-birinə yaxındılar. Həm buğda, həm yazlıq buğda, həm payızlı buğda elə deməli oxşar risk dəyişkənlik sırası, yəni burada homoloji qanun olacaq. Çünki onlar genetik cəhətdən bir-birinə yaxındılar. Vavilovun homoloji sıralar qanununu adi şam, baxın, müxtəlif bitkilərdir. Adi şam və alma bitkilərinə tətbiq etmək olardı. Şam çılpaq toxumlara aiddir, alma isə örtül toxumlara. Olmaz, çünki deməli onlar müxtəlif bitki şöbələrinə aiddirlər. 40-da baxaq hansı uyğun variantdır? Olmaz, çünki onlar müxtəlif bitki şöbəyə aiddirlər. Y variantı. Müxtəlif növlər aid olan bitkilər rentgen şüalarının təsirinə məruz qalmış və onlarda oxşar risk dəyişkənlik baş vermişdir. Baxın, bu homoloji qanundur. Bu qanunu da kəşf edən Vavilovdur. 42-ci sual. X işarəsinin yerinə mədəni bitkilərin hansı mənşə mərkəzi yazılmalıdır? Qarğıdalı, kakao, tütün, balqabaq. Burada yəni hansı mənşə mərkəzinə aiddir bu bitkilər? Mərkəzi Amerika mərkəzinə aiddir. Verilən bitkilərdən neçəsinin müxtəlifli mənşə mərkəzləri eynidir? Baxın, banan Həbəşistandır, yer fındığı Cənubi Amerikadır, kakao Mərkəzi Amerika, balqabaq Mərkəzi Amerika. Baxın, bu ikisi eynidir. Buğda Cənub-Qərbi Asiya, alma Şərqi Asiya. Ona görə də sadəcə ikisi kakao ilə balqabaq hər ikisi Mərkəzi Amerika mərkəzinə aiddir. Yəni 43-də olacaq C variantı. Baxırıq indi. Kələm bitkisi yazılıb ortada və kələm bitkisi haqqında bizdən suallar soruşulub. Seleksiyası ilə məşğul olan alim. Kələm xaç çiçəklərə aiddir və xaç çiçəklərin seleksiyası ilə məşğul olan alim Karpiçonkodur. Daha sonra kələmin çiçək qrupunu bizdən soruşub. Kələmin çiçək qrupu isə sadə salxımdır. Daha sonra Vavilova görə mənşə mərkəzi kələm Aralıq dənizində bitir. Daha sonra çiçəyin struktur elementlərinin cəmi isə bərabər olacaq 17-yə. Yəni cavabımız olacaq B variantı. Daha sonra gəlin 45-ci suala baxaq. Buğdanın çiçək qrupu. Buğdanın çiçək qrupu sümbül çiçək qrupuna aiddir. Həm də mürəkkəb sümbül çiçək qrupuna aiddir. Vavilova görə mənşə mərkəzi Cənubi-Qərbi Asiya mərkəzidir. Çiçək dusturu elementlərinin cəmi isə 8-ə bərabərdir. Olacaq D variantı. Hansı bitkilərin vətəni Cənubi-Qərbi Asiya mərkəzi ola bilər? Buğda, üzüm, bəli, kələm, xeyir, çünki Aralıq dənizi, kakao Mərkəzi Amerikadır, boranı Mərkəzi Amerikadır. Qaldı burada yemiş. 1, 4, 6. Sonra 47-yə baxaq. Hansı bitkilərin vətəni Cənubi-Qərbi Asiya mərkəzi ola bilməz? Burada isə tam əksini bizdən soruşur. Aid olmayanları soruşur. Kələm, kakao və bir də boranı. Yəni olacaq 2, 3, 5.
Vavilova görə mərdlərin bitkilərin mənşə və müxtəliflik mərkəzlərini müəyyən edin. Vavilovun yaratdığı müxtəliflik mənşə mərkəzinə aiddir Cənubi Amerika, Həbəşistan da aiddir, Avstraliya aid deyil, Şərqi Asiya aiddir, 1, 2, 4, Avropa, Sibir xeyir, Şimali Amerika xeyir, 1, 2, 4. Cənubi Amerika hansı çox toxumlu meyvə əmələ gətirən bitkilərin vətəni ola bilər? Baxın, kakaonun mərkəzi Amerikadır. Mərkəzi Amerikadır. Sildik kakaonun kakao aid deyil. Sonra qarpızda isə Həbəşistandır, qarpız da aid deyil. 3-də yer fındığı. Bəli, yer fındığı Cənubi Amerikaya aiddir. 5. Kartof. Kartof da aiddir. Qarğıdalı Mərkəzi Amerikadır. Qarğıdalı da sildik. Yemiş isə Cənubi Qərbi Asiyadır. Yemiş də aid deyil. Olacaq 3 və 5. Sxemaya əsasən doğru kəsişmələri müəyyən edin. Cənubi Qərbi Asiya mərkəzi verilib bizə. Uyğun olanları seçəcəyik. 1-ə baxaq. X alma və plus qoyub X-ə. Alma Şərqi Asiyaya aid, Mərkəzi Amerikaya aid deyil. Silirik. Daha doğrusu Cənubi Qərbi Asiyaya aid deyil. Deməli X uyğun deyil. Birinci variantımız uyğun deyil. Y buğda. Buğdaya minus qoyub. Buğda əslində Cənubi Qərbi Asiyaya aiddir, amma burada minus qoyduğuna görə bu da yanlışdır. 3-ə baxırıq. Z-ə yer kökü qoyulub. Yer kökü isə Cənubi Amerikaya aid, Cənubi Qərbi Asiya mərkəzinə aiddir. Bu da doğru variantdır. Elə plus qoyulub, onda biz bunu düz götürürük. 3 düzgündür. 4-ə baxaq. M yemiş. Yemiş əslində Cənubi Qərbi Asiya aiddir, amma minus qoyduğuna görə götürmürük. Gavalı. Gavalı Şərqi Asiyaya aiddir. Elə burada da minus qoyub. Doğrudur. Çünki Cənubi Qərbi Asiyaya aid deyil. Minus qoyduğuna görə doğru götürürük. 6 üzüm. Bəli, üzüm Cənubi Qərbi Asiyaya aiddir və altını Z-də işarələyib, Z-ə də plus qoyub. Deməli doğrudur. 3, 5, 6 doğru variant. 51-ci sual. Birinci bitkinin endosperm hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda 48 xromosom, İkinci bitkinin yarpaq hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda 44 xromosom sayılmışdır. Bu bitkilərin çarpazlaşmasından alınan və dövsüzlüyü Karpetjanko metodu ilə aradan qaldırılan hibridin somatik hüceyrəsində neçə xromosom saymaq olar? Deməli, endosperm, birinci bitki endosperm hüceyrəsindən danışır. Endosperm hüceyrəsi 3N olur. Anafaza mərhələsi isə 2 dəfə artmış olacaq. 6N bərabərdir 48. N də bərabərdir 8-ə. Əgər Karpetjanko tətbiq ediriksə 2 dəfə artacaq. 2N bərabərdir 16. İkinci bitkidə isə yarpaq hüceyrəsidir. Yarpaq hüceyrəsi 2N olur. Əgər anafaza mərhələsidirsə 4N olacaq. 4N bərabərdir 44-ə. N də bərabərdir 11-ə. Əgər Karpetjanko tətbiq etmişiksə 2N bərabərdir 22. Bu zamanda Karpetjanko metoduna əsasən diploidləri cəmləyirik. Tetraploid bərabərdir 38. Bu zaman somatik hüceyrəsində, hibridin somatik hüceyrəsində 38 xromosom saymaq olar.